İndi baxsalar, desələr, əgər etiraz eləyərlərsə, mən cavablarımı verməyə tam hazıram. Mən qadına cavab vermək nöqteyi nəzərindən demirəm. Haqlı olduğumu sübut eləmək üçün ki, görürsən ki, bağışlasınlar məni, hamilə qadındır. Televiziyada buradan ora, oradan bura, buradan ora, nə utanır, nə həya eləyir. Nə uşağa yazığı gəlir, nə günah elədiyini bilmir. Qabaqlar, 30 il bundan qabaq, 40 il bundan qabaq kəndlərdə, yaxşı şey deyək də, kəndlərdə əgər bir qadın, üzr istəyirəm mən, hamilədirsə, artıq hiss olunursa onun hamiləliyi, deyək ki, tükana, bazara, qonşuya gedəndə başına çalağayı örtərdi. O çalağayını elə salardı o sinəsinin üstünə ki, onun hamilə olmasını başqaları görməsin. Abırhaya eləyərdi. Ancaq indi hamilə ola, and olsun Allahın biriyinə. Tanıdıqlarım var, özü mənim münasibətlərimi veriliş aparırlar. Belə şey olmaz, axı, qadan alım. Nə olar, 1-2 aydan sonra apararsan. Nələ gəlir mütləq ki, sən veriliş apara, sən doğum evinə aparsınlar. Belə olmaz, axı, adam özünə hörmət eləyər. Başa düşürsən? Burada mən gəlirəm, ədəb, ərkan böyük məsələdir. Ona görə də bəzən bizim qızım bilirsən, qadınlarımıza qarşı olan münasibət, elə kişilər tərəfindən, cəmiyyət tərəfindən belə biraz mənfi istiqamətə getdikcə də artır. Adam təəssüf edir ki, valla niyə belə olur? Niyə belə olur?